1998-ci ilin soyuq yanvar səhəri Goranboyun Ağamalıoğlu kəndi yaxınlığındakı dəmir yolu zolağı. Qarın üstündə uzanan gənc bir oğlan meyidi. Başında isə qara salafan torba var. Üzərində heç bir sənəd yoxdur. O kimdir, bura necə gəlib və ən əsası ölümündən cəmi bir neçə saat əvvəl onunla dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət edən, onunla eyni süfrədən çörək kəsən qatil kimdir? Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Hadisə yerinə gələn istintaq qrupu dəhşətli mənzərə ilə qarşılaşır. Təxminən 18 yaşlarında bir gənc, müqavimət göstərdiyinə dair heç bir iz yoxdur. Əllərində nə bir dırnaq izi, nə də bir paltarında yırtıq var. Sanki öz ayağı ilə ölümünə doğru gedib. Belə qətil nadir hallarda baş verir. İnsana nə etmək lazımdır ki, onu öldürərkən sənə müqavimət göstərməsin? Müstəntiqi də uzun müddət düşündürən elə bu sual idi. Hiss olunur ki, bu yerli adam deyil. Kimsə onu aldadıb bura gətirib. Bəs bu gənc kimdir? Çox keçmir ki, polisə gələn bir müraciət düyünü açır. Qubanın Nügədi kəndindən olan bir ata fəryad edir. Oğlum Araz itkin düşüb. Şəkillər müqayisə edilir. Bəli, bu 16 yaşlı Araz Babaşovdur və onun kənddən son dəfə kiminlə çıxdığı məlum olur. Qonşusu Fərari əsgər Elxan Ağayevlə. Bəs bu Qubada başlanan, Gəncədə davam edən və Goranboyda bitən yol nədən yaranmışdı? Bu yolu kim, nə məqsədlə salmışdı? Hər şey bir qış günü Qubanın Nügədi kəndində başlayır. 1998-ci il yanvarın 3-ü. Araz qonşusu Elxana atasının evdə böyük məbləğdə pulu olduğunu deyir. Onlar sövdələşirlər. Axşam saat 6 radələrində Elxan darvazada keşik çəkir, Araz isə içəri girib atasının sandığını sındırır. Oğurlanan qənimət 300 Amerika Birləşmiş Ştatları dolları və hər biri 270 min olan, həmin vaxtın səslənişi ilə desək 27 şirvanlıq 4 ədəd voucher, dövlət özəlləşdirmə payı. Ciblərindəki bu haram pullarla dostlar birbaşa Gəncəyə qaçırlar. Gəncə mehmanxanasında özlərinə yer tuturlar. O dövrün məşhur və təhlükəli qumarı olan bingo masasının arxasına keçirlər və fəlakət də elə buradan başlayır. Bir neçə saatın içində oğurluq pulların böyük hissəsi qumarda uduzulur. Qalan pullarla isə günlərlə davam edən işrət məclisləri qururlar. İstintaq sənədlərində qalan maraqlı bir detal da var. Mehmanxananın 60 yaşlı kök növbətçi qadını ilə yatırlar. Bu qədər günahın, əyləncənin və xəyanətin içində onlar inanılmaz bir addım da atırlar. Bir gün şər vaxtı Şeyx Nizami Gəncəvinin məqbərəsinə yollanırlar. Piyada, Gəncədən məqbərəyə qədər. Onlar gedib Nizami Gəncəvinin məqbərəsini 5 dəqiqəlik ziyarət edirlər. Oradan çıxanda isə bir nəfər soruşur ki, hara gedirsiniz? Deyirlər, Qubadan qonaq gəlmişik, işimiz var. Bu necə bir cinayətkar psixologiyasıdır, çox maraqlıdır. Bir əli ilə sanki dostunu ölümə aparır, digər əli ilə isə Nizaminin ruhuna dua oxuyur. Amma hər eş-işrətin bir sonu olur. Pullar bitir və Fərari əsgər Elxan anlayır ki, Qubaya qayıtsalar oğurluğun üstü açılacaq. 16 yaşlı uşaqdır, hər şeyi danışacaq və Arazı susturmaq, onu öldürmək lazım olduğunu düşünür. Elxan qurbanını ölüm tələsinə salmaq üçün yeni bir yalan uydurur. Dəli Məmmədlidə qız tanışlarım var, ora gedək.
Yolüstü köşkdən bir neçə salafan torba da alır. Araz hələ də dostuna inanır. Onlar kəndə yaxınlaşanda Elxan dəmir yoluna sarı burulur və Arazın gözlərinin içinə baxaraq son dərəcə soyuqqanlı bir oyun oynayır. Onsuz da rüsvay olmuşuq. Atanın pullarını uduzmuşuq. Gəl ikimiz də intihar eləyək. Bax, uzaqdan qatar gəlir. Gəl başımızı reysin üstünə qoyaq, qatar bizi əzsin. Araz başını reysə qoyur. Lakin qatar yaxınlaşanda gənc oğlan qorxub ayağa qalxır. Ölüm hələ ki ondan yan keçir, amma Elxan əl çəkmir. İkinci ölüm senarisini təklif edir. Onda gəl başımıza salafan torba keçirək. Nəfəsimiz kəsilsin, belə ölək. Amma gəl qabaqcadan əllərimizi də bağlayaq ki, özümüz ölüm anında başımızdan salafanı çıxara bilməyək. Araz öz gödəkçəsini çıxarır, öz kəməri ilə Elxan onun əllərini arxada bərk-bərk bağlayır və salafan torbanı Arazın başına keçirir. Bu an 16 yaşlı Araz hiss eləyir ki, bu bir tələdir. Elxan onu öldürməyə çalışır. Son sözləri isə dəhşətli olur. Deyəsən məni öldürmək istəyirsən. Əgər belədirsə, xahiş edirəm əzab vermə, tez elə. Amma Elxanın ürəyi sızlamır. O dostunun bu sözlərindən sonra da onun üstünə oturaraq nəfəsi kəsilənə qədər salafanı sıxıb saxlayır. Arazın canı çıxdıqdan sonra isə onun cibində qalan son 45 min manatı da götürür, oradan qaçır. Elxan qaçıb gizləndiyi mənzildə yaxalanır və bu soyuqqanlı qətli etiraf eləməkdən başqa çarəsi qalmır. Əziz tamaşaçılar, Azərbaycan tarixində atılmış 5 ən yanlış addım kitabı artıq yenidən nəşr olunub və bizdən bu kitabı soruşan şəxslərə, tamaşaçılara özümüzü tutaraq kitabı yenidən təqdim edirik. Qeyd edək ki, kitabda Azərbaycanı rəhbərlik etmiş şəxslərin, hökmdarların buraxdığı səhvlərdən danışılır. Bu səhvlər olmasaydı, yəqin ki, bizim bugünkü həyatımız tamam başqa olacaqdı. Kitabı almaq istəyən şəxslər aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Hərbiçi olduğu üçün ona ittiham elan edildikdən sonra cinayət işi Respublika Hərbi Prokurorluğuna göndərilir və işə Ali Məhkəmədə baxılır. Elxan Ağayev 17 il müddətinə azadlıqdan məhrum edilir. Amma təəssüf ki, heç bir cəza 16 yaşlı Arazı geri qaytarmayacaq. Onun ömrü tam bahar çağında tən ortasından məhv edildi.